Xəbər verildiyi kimi ötən gün Cəlilabad rayonunun Xəlilabad kəndində 17 yaşlı məktəbli sinif yoldaşı və yaşıdı Kənan İmanzadəyə bıçaqla ağır xəsarətlər yetirib. Ağır yaralanmış yeniyetmə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, İTV-yə danışan Cəlilabad rayon mərkəzi xəstəxanasının həkimi bildirib ki, Kənan Əhədoğlu İmanzadə döş qəfəsinin sol yarasının kəsilmiş deşilmiş boşluğa keçən yarası ilə xəstəxanaya qəbul olunub. Xəstəyə baxıldı və təcili əməliyyata salındı. Torakotomiya olunduqdan sonra ürəyinin sağ mədəzinin kəsilmiş deşilmiş yarası ürəyin tamponadası aşkarlandı. Ürək yarası tikildi. Aparılan reanimasyon tədbirlərə baxmayaraq ölüm halı qeydə alındı deyə həkim sözlərini əlavə edib. Həyatını itirən məktəblinin fotosunu təqdim edirik.